gündə gedən avtomobillərindən olan Qaz-24-lər hazırda əsasən yüklərin daşınmasında istifadə olunur. Keçmiş SSR vaxtında yüksək vəzifəli şəxslərin istifadə etdiyi minik avtomobilində indi kartof, soğan, ot bağlaması və başqa əşyalar daşınır. Bu maşından 15 ildir mən istifadə edirəm. Çox gözəl, yük götürmə qabiliyyəti çox üstündür. O birisi maşınlara baxımdan nisbətən. Səmərəlidir. Nə qədər? 50-55 bağ ot. Çəki ilə tutanda 2 ton 300, 2 ton 200 kilo yük götürmə qabiliyyəti var maşının. Yük götürmədə o birisilərdən bunda 06-07-dən, 011-dən fərqli 700 kilo artıq götürürüm, 800 kilo onlardan artıq götürürüm. Mən 1 ton 700, 1 ton 800 kilo yük vurmuşam buna. Yəni problemsiz yük apara bilir. Sürücülərin sözlərinə görə digər nəqliyyat vasitələri ilə müqayisədə bu maşınlarla yüklərin daşınması daha sərfəlidir. Həm də ağır tonnajlı yük maşınlarına nisbətən yanacaq sərfiyyatı az, ehtiyat hissələri ucuzdur. Maşın bazarlarında nisbətən az rast gəlinən bu avtomobillərin qiyməti də baha deyil. Müasir standartlara cavab verməyən bu maşınlar ölkə ərazisində də çox deyil. Elnar İbrahimova, Samir Cəbiyev, Göyçay.